Ay çala doğma diyardan Cənub zonasından Lerik şəhərindən kendinden geldi. Hoş gelmişsin. Cavid Əmin Azər Əmin. Hoş gelmişsin ata. Sağ ol. Neymişsiniz? Güzel insan var. Sağ mısınız? Senin doğrudan da ümumiyyətlə bu obyektin yəni dillərdə bir dastan olub. Sağ olun. Allah səni var eləsin. Natiqin məzunu demək olar ki, Azərbaycan hər bölgəsində bir tanınmış. Bu var ya bunu kastan görünce bakın. İşte bu əcdahadır da. Canımıza, Allah sağ olasın. olasın. Doğrudan hər şey gözəldir. Biz qərara gəldik ki, elə Cavid qardaşımızdan sənin ocağına gələk. Hoş gelmişsin. Çox gözəl də bizi qarşıladılar. Allah sənin qazancı və həmişə bərəkət versin, ruzlu olsun. İnşallah biz sənin bağların xeyir işi də səninlə görüşək. Allah sağ olasın. Musiqiçi kimi də sözü verə bizim sənətkar. Cavid qardaşa. Tamam, Cavid Əmin necəsən? Biz de Natiq kardeşim, biz de bu güzel mekana böyle leziz dadı tamları dadmalı bir şey. Əzin kişi miydi də? Huzurlar diyarı sayılan doğma lirikimizden buraya gelmişik. Hoş gelmişsin. Azər kardeşimden dedi ki gede oturuyor orada. Natiq Məcnun. Allah sana olasın. Peki bir üzümüzü eləyəsən. Həmişə huzur bərəkətli olasın. Allah sana olasın. Qaralı olsun, huzur bərəkətli olsun kardeşim. Var atam var. Var olasın. Necə Xırda bir gəzişmə elə yinəni, xırda bir dənə bir balaca hə bu qardaşımızın şərəfini, xırda bir gəzişmə elə. Hani bir tane kesişmeye. Hə. Can. Ver üzümüzümesinde ona. fəxr eyləmə ey bülbül şeyda çəmənim var. Tamam. Fəxr eyləmə ey bülbül şeyda çəmənim var. Tamam. Qoy fəxr eyləyim mən ki ay Natiq qardaşım gözəl Azərbaycan tək bir vətənim var. Vay. Var. Namərdəm əgər huri yıqılmana dəysə vay balam. Namərdəm əgər huri yıqılmana dəysəm Gülzarı vətəndə o gözəllər ki mənim var. Ay dad, ay can, ay Size bak Dağlardan gələn səsdir. Dağlardan Ay geldi. baxdıqca Natiq qardaşım o gülür üzlərə artır yenə yeşkim. Sağ ol sənətkar. Baxdıqca o gülür üzlərə yenə artır mənim eşkim, mənim eşkim. Ey müddəi gəl